Salamlar, hər vaxtınız xeyir olsun. Bugün OBA vəzirlərindən sonra vergülün işlənib işlənməmə qaydalarından danışacağıq. Demək olar ki, blok imtahanlarında, buraxılış imtahanlarında həmişə qarşımıza çıxan məqamlardan biridir. Bugün ümid edirəm ki, verəcəyimiz izahla həm buraxılışa hazırlaşanlar üçün, həm də bloka hazırlaşanlar üçün bu mövzuda heç bir problem qalmayacaq. Əsas incə məqamlara, əsas incə nüanslara toxunacaq və harda səhv eləyə bilərik və bu səhvi necə aradan qaldıra bilərik, bunlara baxacaq. Demək, OBA vəzirləri cümlədə mübtəda funksiyasında işlənərsə, daha doğrusu ismin yerində işlənərsə, ismin yerində işlənib kim nə suallarına cavab verərsə, özündən sonra isim gələrsə, sifət gələrsə, say gələrsə, fe'li sifət gələrsə, zərf gələrsə, modal söz gələrsə, bir də nida gələrsə, özündən sonra vergül qoyulacaq. Baxırıq, demək, o məktəbə getdi. O məktəbə getdi. Kim məktəbə getdi? O. Nitq hissəsi olaraq məktəb nədir? İsimdir. Düzdür? İsimdir. Kim sualına cavab verdi? Verdi. Vergülümüzü qoyacaq. Sonra o tutaq yaşıl köynək aldı. Yaşıl köynək aldı. Baxın, kim yaşıl köynək aldı? O. Özündən sonra nə gəlib? Necə köynək? Yaşıl köynək. Yaşıl oldu sifət. Oldu. Yaşıl oldu sifət. Vergül qoyacaq. Qoyacaq. Sonra o tutaq 5-ci sinifdə oxuyur. 5-ci sinifdə oxuyur. Baxın, nitq kim 5-ci sinifdə oxuyur? O. 5-ci nədir? Sıra saydı. Say gəldi. Kim sualına cavab verdi? Vergülümüzü qoyacaq. Sonra feildən o, məsəl üçün, gələni qarşıladı. Kimi qarşıladı? Burada fe'li sifət isimləşib. Baxın, fe'li sifətin göstəricisi an ən şəkilçisi var burada? Var. Kim gələni qarşıladı? O. Vergülümüzü qoyuruq. Fe'li sifət. Sonra zərf funksiyasında o yuxarı məhləyə olsun. Yuxarı məhləyə köçdü. Kim köçdü? O. Hansı məhləyə? Yuxarı məhləyə. Yuxarı olduğuna yer zərfi. Vergül qoyacaq. Qoyacaq. Sonra köməkçi nitq hissələrindən. Məsəl üçün, o deyəsən səni tanıdı. Kim səni tanıdı? O. Deyəsən, burada oldu nə? Modal söz. Baxırıq, modal söz. Buradakı vergül şəxs əvəzinin tələbinə əsasən qoyulmayıb. Buradakı vergül modal sözün tələbinə əsasən qoyulub. Ona görə də hər iki tərəfindən modal sözlər ortada gələndə hər iki tərəfindən solundan bir də sağından vergül qoyacaq. Sonra nida. Məsəl üçün, o necə də gözəldir. Necə də gözəldir. Baxın. Nə oldu? Nida. Yenə də buradakı vergülüm də hər iki tərəfdən nidaya əsasən qoyulacaq. Demək, burada yazdığım o əvəzliklərini elə buya da aid eləyə bilərik. Burada heç bir problem yoxdur. Sonra davam edək. Burada başqa demək olar ki, problem yaşanacaq məqam yoxdur. İndi işlənməmə məqamlarına baxaq. Nə vaxt vergül işlənməyəcək? Baxın,
Elə buranı silək təzədən, yenidən yazaq. Oba əvəzlikləri cümlədə oba əvəzlikləri yenə də ismin yerində işlənib. Kimlə suallarına cavab verdikdə, ondan sonra əvəzlik, baxın, feil. Yəni, burada nəyi çıxacaq biz? Bayaq orada yazdıq. Burada feili sifəti çıxacaq. Feili sifət olmayacaq. Feil dedikdə burada nə olacaq? Təsriflənən feillər, təsriflənməyənlərdən də feili bağlama, bir də məstər gələrsə, vergül qoymayacaq. Və bir də köməkçi nitq hissələri, modal sözlər və nidadan başqa köməkçi nitq hissələri işlənərsə, vergül qoyulmayacaq. Başlayaq, əvəzlik. Baxın, o məni tanımadı. Kim məni tanımadı? O. Baxın, kim sualına cavab verdi, özündən sonra əvəzlik gəldi, rahatlıqla vergül qoymayacaq. O, tutaq, gəlmək istəmirdi. Kim gəlmək istəmirdi? O. Baxın, məstər işləndi, təsriflənməyən formadır, vergül qoymayacaq. Və yaxud o gələndə gec idi. Gec idi. Feili bağlama işləndi. Vergül qoymayacaq. Və yaxud o da səni tanıyır. Sadalama verə bilirəm burada? Verə bilirəm. Nə olacaq? O da səni tanıyır. Olacaq bağlayıcı. Vergül qoymayacaq. Sonra, məsələn, ədat kimi. O ən dadlı yeməyi yedi. Ən dadlı yeməyi yedi. Kim ən dadlı yeməyi yedi? O. Ən nədir burada? Ədat olacaq. Deməli, vergülümüz qoyulmayacaq. İndi əsas məqamlar nədir? Biz bunu belə deyək, nəzəri olaraq onları anladıq. İndi bizə çətinlik yaradacaq məqamlar nə olacaq? İndi onlara bir-bir baxaq onlara. Demək, çətinlik yaradacaq məqamlar nə ola bilər burada? Baxaq indi onlara bir-bir izah eləyək, qaranlıq məqam qalmasın. Demək, baxın, biz yazdıq axı, o şəxs əvəzliyindən sonra, o əvəzi ismi yerində işlənərsə, özündən sonra əvəzlik gələrsə, vergül qoyulmayacaq. İndi bizi necə çaşdırarlar? Çaşdıra bilərlər, onu deyək. Məsəl üçün, o sənli və yaxud da sənli olmasın. Bircə dəqiqə. O sənsiz günlərin həsrətini çəkir. O sənsiz günlərin həsrətini çəkir. Baxın, gəlib bizi burada necə çaşdıracaq? Biz dedik axı, odan sonra əvəzlik gələrsə vergül qoyulmayacaq. Kim sualına cavab verdikdə. İndi bəzi abituriyentlər ola bilər ki, çaşa bilər. Burada sənsiz sözündəki səni görər, əvəzlik götürər onu. Və orada vergül qoymaz. Amma biz necə baxmalıyıq? Bütöv şəkildə baxmalıyıq sözə. Sənsiz günlərin, hansı günlərin? Sənsiz günlərin. Burada sənsiz nə olacaq? Sifət olacaq. Yəni, burada qarışdırmaq lazım deyil. Bənzərliyi var, sən əvəzliyinə bənzəyir. İlk andan özümüzü çaşdırıb, sən əvəzliyinə baxıb, vergül qoymaya bilərik. Amma sözə bütöv şəkildə baxıb, diqqətli olmaq lazımdır. Ona görə də sənsiz burada nədir? Sənsiz burada sifətdir. Vergül qoyacaq. O və yaxud o mənsiz günlərin həsrətini çəkir, sənsiz günlərin həsrətini çəkir. Bu tip nümunələrlə rahatlıqla çaşdıra bilərlər. Və yaxud bura bunu da əlavə eləyə bilərik. Yəni, burada bir problem yoxdur. Əsas məsələ nə olacaq indi? Bu da dediyimiz kimi, baxın, testdə verəcək ki, məsələn,
hansı cümlədə şəxs əvəzliyindən sonra vergül qoyulmalıdır? Verəcək tutaq o səni çox sevir. O səni çox sevir. Tutaq o maşın aldı. Və yaxud bu dəftəri götürdü və yaxud cümləni belə verə bilərik. Bu istədiyim maşındır tutaq. Məsələn deyək. Bu istədiyim maşındır. Baxın, verəcək ki, şəxs əvəzliyindən sonra mütləq vergül qoyulmalıdır. Şəxs əvəzliyindən sonra. Bəzi abituriyentlər gedir, bu əvəzliyini də götürür orada. Buradan da sonra vergül qoyur. Baxın, o səni çox sevir. Kim? O. Əvəzlik gəlib, vergül qoymayacam. Olmaz. O maşın aldı. O maşın aldı. Kim maşın aldı? O. Maşın nədir? İsimdir, düzdür? Vergülümü qoyacam. Bu istədiyim maşındır. İstədiyim nədir? Üstü mənsubiyyət, feili sifətdir. Düzdür? Nə istədiyim maşındır? Bu. Vergülümü qoyacam. Amma indi bizdən verilən tələb nədir? Deyir ki, şəxs əvəzliyindən sonra vergül qoyulmalıdır. Gedir bəzi abituriyent buradan sonra da vergül qoyur və artıq nə edir? Səhv eləmiş olur. Səhv elədiyinə görə də demək olar ki, həmin düzü də gedir. Baxın, şəxs əvəzliyi istəyirsə, biz mütləq şəxs əvəzliyini seçməliyik. Yəni, bu şəxs əvəzliyi olmur. Bu işarə əvəzliyi olur. Ona görə də orada vergül məsələsində biraz diqqətli yanaşmalıyıq. Yox, o bu əvəzliyi soruşsa sizdən, bu okeydir. Yəni, biz bunu işlədə bilərik. Amma yox, soruşmursa, yalnız şəxs əvəzliyi istəyirsə, biz nə edəcəyik? Ancaq o-ya fokuslanacaq. Və bir də onun orada işarə əvəzliyi olmamasına diqqət yetirməliyik. Demək, sonra nə gələrsə vergül qoymayacaq. Sonra təsriflənən feil gələrsə, vergül qoymayacaq. Düzdür? Məsəl üçün, o gəldi. Baxın, xəbər şəklində təsriflənən feildir. Vergül qoymayacaq. Bu gəldi. Xəbər şəklində təsriflənən feildir. Vergül qoymayacaq. İndi əsas məsələ nələrə diqqət eləyəcəyik biz burada? Baxırıq. O əvəzliyindən sonra modal sözlərdə əsas çaşdırılacaq məqamlara baxaq indi. O əvəzliyindən sonra dedik axı, modal söz gələrsə vergül qoyulacaq. Amma elə bir məqam var ki, modal söz gələndə də vergül qoyulmayacaq. Bu nə zaman olacaq? O sanki sənə bənzəyir. O sanki sənə bənzəyir. Kim sənə bənzəyir? O. Sanki nədir? Bənzətmə modal sözdür. Bənzətmə mənalı modal sözdür. Bənzətmə mənalı modal sözlərdən sonra elə bil güya bir də sanki. Bu modal sözlər işlənərsə o əvəzliyindən sonra və yaxud da bu əvəzliyindən sonra kimlə suallarına cavab verdikdə biz nə edəcəyik? Vergül işlətməyəcəyik. Vergül qoymayacaq. Çünki bu modal sözlər vergül tələb eləmir. Bir məqamımız budur. Çaşa biləcəyimiz məqamlardan biri budur. Sonra o əvəzliyindən sonra əvəzlik də gələndə dedik axı, vergül qoyulmayacaq. İndi biz baxırıq. O əvəzliyindən sonra nə zaman əvəzlik gəlsə vergül qoya bilərik. Bu, o hallarda baş verə bilər ki, o əvəzliyindən sonra sadalama intonasiyası olsun. Həmcinslik olsun. Məsəl üçün, o, mən və sən bu məclisə dəvət olunmuşuq.
Bu məclisə dəvət olunmuşuq. Baxın. O, mən, sən. Həmcins mübtədalarımdır. O, mən və sən bu məclisə dəvət olunmuşuq. Bu zaman əgər o-dan sonra sadalama intonasiyası həmcins üzv gələrsə, həmcinslik bildirərsə, o-dan sonra gələn əvəzlikdə vergül qoya bilərik. Bir də digər məqam hansıdır? Bir də digər məqam odur ki, o bu əvəzlikləri əlavəni ümumiyyətlə cümlə üzvü kimi işlənərsə, özündən sonra əlavə gələrsə, vergül qoya bilərik. Bu necə olacaq? Məsəl üçün, o bizim kəndin tutaq sakini. Bizim kəndin sakini. Bizim kəndin sakini, baxın, kimdir? Odur da, düzdür. Bax, o, bizim kəndin sakini, yəni bizim kəndin sakini, məsələn, özünə maşın aldı. O, bizim kəndin sakini, özünə maşın aldı. Baxın, biz işlənib də ondan sonra, düzdür? Bax, burada nədir? O, şəxs əvəzidir. Bizim, yəni, bax, o, yəni, bizim kəndin sakini. Burada əlavə haşiyə də çıxıb sizə bir qeyd deyim. Yəni, əgər əlavə, yadınızda qalsın, fərqli bir şəxs olarsa, cümlə üzvü, yəni, məsələn, üçüncü şəxs, məsəl üçün, cümlə üzvü üçüncü şəxs olarsa, əlavəm də üçüncü şəxs olarsa, əlavədən sonra vergül qoymayacam. Amma cümlə üzvüm üçüncü şəxs olarsa, əlavəmsə ikinci şəxs olarsa, bu zaman nə olacaq? Əlavədən sonra da vergül qoyacaq. İndi buna əlavə qeyd kimi yazacaq. İndi baxırıq buna. O, bizim kəndin sakini, özünə maşın aldı. O, yəni bizim kəndin sakini. Baxın, vergül gəlib. Özündən əvvəlki cümlə özünü izah eləyir. Daha doğrusu əlavəni izah eləyir. Demək, nə olacaq? O'dan sonra vergül qoyacaq. O, yəni bizim kəndin sakini özünə maşın aldı. Sonra, belə deyək. Baxın, biz bu kəndin sakinləri. Bu kəndin sakinləri, məsəl üçün, etiraza başladılar. Fikir verin, bayaqçı dediyim məsələdir. Biz neçənci şəxsdir? Birinci şəxsin cəmi. Bu kəndin sakinləri neçənci şəxsdir? Üçüncü şəxs. Bu zaman bizdən sonra bir də bu kəndin sakinləri də əlavə düzdür. Sakinlərindən sonra nə edəcək? Vergül qoyacaq. Etiraza başladılar. Biz, yəni bu kəndin sakinləri nə edilər? Etiraza başladılar. Yəni burada hər iki tərəfindən vergül qoyacaq. Əlavəmiz fərqli şəxs olduqda, bir də cümlə özümüz fərqli şəxs olduqda. Sonra davam eləyək. Sonra nə zaman vergül qoya bilərik, qoymaya bilərik, bunlara baxaq. Sonra özündən sonra xitab gəldikdə. Bu dostum mənimdir. Baxın, dostum, bu mənimdir. Bu, dostum, mənimdir. Xitab gəldi. Vergül qoyacam hər iki tərəfindən. Xitabın tələbi ilə. Ona görə bu əvəzliklərdən sonra da xitab gəldikdə vergül qoyacaq. Sonra, o bu əvəzliklərdən sonra ümumiyyətlə cümlənin təyini olarsa, sifəti əvəz eləyərsə, onlardan sonra vergül qoyulmur. Amma bəzən cümlədəki yerinə görə o bu əvəzliyindən sonra vergüldən istifadə də eləyə bilərik, eləməyə də bilərik. Demək, həmin əvəzliklər ismi əvəz etmiş olarsa vergül qoyacaq.
sifəti əvəz eləyəcəksə vergül qoymayacaq. Məsəl üçün, o evin sahibidir. O evin sahibidir. Baxın, kim evin sahibidir? O. Bir də deyirəm ki, o evin, yəni bu bəyəndiyiniz bir ev ola bilər və yaxud köhnə bir ev ola bilər və yaxud yeni bir ev, villa ola bilər. İşarə eləyirəm ki, o evin sahibidir. Məsəl üçün, filan kəs, tutaq Rəşad, Alim, Mirzə, fərqi yoxdur. O evin sahibidir. Yəni, mübtədam nə oldu burada? Mübtədam yoxdur. Təsəvvür eləyə bilirəm, eləyə bilirəm. O evin sahibidir. Kim? Mirzə, Rəşad, nə bilim, filan kəs. Amma hansı evin? Göstərdiyim evin, işarə elədiyim evin. O zaman vergül qoymayacaq. Burada artıq nə edəcək? İki tərəfli düşünə bildik. Sonra baxın, necə işlənə bilər başqa cürdə? Başqa cürdə, məsəl üçün, tutaq, o alma yeməlidir. O alma yeməlidir. Bir də deyirəm ki, o alma yeməlidir. O alma yeməlidir. Baxırıq məsələyə. O alma yeməlidir. Baxın, o alma, yəni, baxın, o alma, bu soyulmuş alma da ola bilər, yuyulmuş alma da ola bilər, nə ağacdan dərilmiş alma da ola bilər. Ona görə də işarə eləyirəm də bayaqçı kimi. Bu cür işarə eləyirəmsə, göstərirəmsə, işarə əvəzliyi olacaq, düzdür? O alma yeməlidir. Yeməlidir də, xəbərim olacaq nə? Feili sifət, feili sifət. Feili sifətdirsə, vergül qoymayacam. Amma yox, xəbərim vacib şəklindədirsə, məsəl üçün, o xəstələnib, vitamin qəbul eləmək üçün alma yeməlidir. Mütləq şəkildə buna vacibdir alma yemək. Ona görə də kim alma yeməlidir? O, bu vəziyyətdə, o əvəzliyindən sonra mən nə edəcəm? Vergül qoyacam. Ümumiyyətlə, bizi çaşdıracaq məqamlar, bizi çətinliyə salacaq məqamlar bu məqamlardır. Digər dediyim kimi, digər məqamlar hansılardır? Bayaq dediyim kimi, testdə verəcək ki, şəxs əvəzliyindən sonra vergül qoyulmalıdır və yaxud işarə əvəzliyindən sonra vergül qoyulmalıdır. Məsəl üçün, bu dediyim kitabdır. Bu dediyim kitabdır. Bir də deyirəm ki, o kitabın səhifələrini tutaq vərəqlədi. Gəlib testdə verəcək ki, işarə əvəzliyindən sonra vergül qoyulmalıdır. Baxın, biz baxırıq bura. Hər iki tərəfdə də vergül var, düzdür? O kitabın səhifələrini vərəqlədi. Bir də bu dediyim kitabdır. Feili sifət gəlib buradan sonra rahatlıqla işlədirəm. Və yaxud da nə verə bilərik burada? Məsəl üçün, bu qardaşımın kitabıdır. Bu qardaşımın kitabıdır. Nə qardaşımın kitabıdır? Bu. Yenə də isim gəlib, vergül qoymalıyıq. Düzdür? İndi baxırıq. Testdə verəcək ki, işarə əvəzliklərindən sonra tutaq vergül qoyulmalıdır. İşarə əvəzliyindən sonra. Biz nə bilirik? Biz bilirik ki, oradan sonra vergül qoymuşuqsa, kim və yaxud da nə sualına cavab veribsə, nə olacaq? Şəxs əvəzliyi olacaq. Düzdür? Və bizə bu zaman nə lazımdır? Bu lazımdır. Bu. Biz bunu seçməliyik. Gedib orada işarə istəyirsə bizdən, avtomatik bizim beynimiz nəyə öyrənib? Öyrənir ki, o əvəzliyindən sonra vergülün işlənməsi. Biraz diqqətsiz abituriyent də baxır, görür ki, hədə işarə əvəzliyi deyir, diqqət eləmir. Avtomatik beyninə yazdığı o bu əvəzliyidir. Gedir onu da götürür. Amma biz burada nəyə baxmalıyıq? Testin şərtinə diqqətlə baxmalıyıq. Bizdən nə istəyir? İşarə istəyir. İşarə istəyirsə, gedib bunları seçməliyik. Onu seçə bilmərik. Ona görə də bu cür məsələlərdə diqqətli olmalıyıq, diqqətli yanaşmalıyıq. Ümid edirəm ki, bu videonun sizə faydası olacaq. Çox sağ olun, təşəkkür edirəm.